Çox güclü bir astroloq olduğunuzu düşünün. Və bir gün öz ulduz xəritənizə baxarkən sizi öz oğlunuzun öldürəcəyini gördünüz. Bununla yaşamağın necə bir his olduğunu təsəvvür edə bilirsinizmi? Sizi 15-ci əsrin Səmərqəndinə aparıram. 1394-cü il. Dövrün ən qüdrətli imperiyalarından birinin hökmdarı olan Teymurun nəvəsi dünyaya gəlmişdi. O vaxta qədər qəddarlığı ilə tanınan Teymur nəvəsinin doğum xəbərini eşidəndə sevinərək edam etməyə hazırlaşdığı əsirlərinin həyatını bağışlayır və nəvəsinə Uluq bəy adını verir. Uluq bəy Teymurun oğlu Şahruxdan sonra dövlətin başına keçir. Amma o atalarından fərqli olaraq tarixə döyüşləri ilə deyil, elm, riyaziyyat və astronomiya ilə düşürdü. Onun hakimiyyəti dövründə Səmərqənd dünyanın elm paytaxtına çevrildi. Bu inkişafın başında məhz Uluq bəy durmuşdu. O Səmərqənddə bir mədrəsə və bir rəsədxana tikdirdi. Dönəmin ən böyük alimlərini bura dəvət edirdi. Uluq bəy illərlə gecə-gündüz çalışaraq həm şərqdə, həm də qərbdə istifadə olunacaq göy cisimlərinin hərəkətini əks etdirən möhtəşəm seyci-gürgani əsərini yazdı. Amma elmlə məşğuliyyətinə görə xalq arasında söz-söhbət yayılmağa başladı. Hökmdar dindən uzaqlaşıb, elmlə çox məşğuldur. Uluq bəy bir gün öz ulduz xəritəsinə baxarkən görməməli olduğu bir şeyi gördü. Öz böyük oğlunu, Əbdüllətifin əli ilə öldürüləcəyini. Bu qorxunc görüntü nəticəsində oğlunu özündən uzaqlaşdırdı. Daha kiçik oğlu olan Əbdüləzizi yanında saxladı. Bunu fürsət bilən dini çevrələr isə Əbdüllətifi atasına qarşı qızışdırmağa başladı. Taxtı qardaşına vermək istəyir deyə fitnə yaydılar. Və nəhayət Uluq bəyin gördüyü o acı talih onların dəstəyi ilə gerçəyə çevrildi. Oğul Əbdüllətif öz atasını öldürməyi bacardı. Hətta bununla da kifayətlənmədi. Qardaşı Əbdüləzizin də canını aldı. Beləcə taxta özü oturmuş oldu. Lakin çox keçmədi. Cəmi bir il sonra Uluq bəyə sədaqətli olanlar Əbdüllətifi öldürdülər. Onun son sözləri isə belə oldu: Allah ədalətlidir. Atamın qanı yerdə qalmadı. Bəli, Əbdüllətif atasını öldürmüşdü. Amma ilahi ədalətin gec-tez təcəlli edəcəyini də bilirdi. Və beləcə, ulduzlar öncədən xəbər verə bilər ya da verə bilməz. Amma son söz həmişə yaradan deyir.